Salam, bugün baldızım məni evinə köməyə çağırdı. Dedi ki, biraz evdə səliqə səhman yaratmaq istəyir. Getdim və açığı şok oldum. Necə ola bilər ki, ev bu vəziyyətə düşsün? Neçə gün ya həftə təmizlik etməmək lazımdır ki, belə olsun. Qeyd edim ki, ev 2 otaqdan ibarətdir. Anlaya bilmirəm, balaca bir ev necə belə bir hala gələ bilir. Nəysə ki, yerləri yığdım, evləri pilisosladım, qabları yudum, hər yeri səliqəyə saldım. Siz belə bir vəziyyətlə qarşılaşmısınız? Nəysə ki, mən dəhşətli dərəcədə yoruldum, amma yenə də kömək etdim. İşimi bitirdikdən sonra dedim ki, evin təmiz halını çəkim, siz də görəsiz hər yer necə dəyişilib. Məncə, gəlininiz var deyə ona güvənib evi bu hala gətirməyin. Siz nə düşünürsünüz bu haqda?